edirik əziz tamaşaçılarımız və mən sizi diyet köşəmizə dəvət edirəm. Bugün biz podagrafdan əziyyət çəkən insanlar üçün bitkisel çözüm axtaracağıq. Ümumiyyətlə, podagra xəstəliyi nədir? Bu haqda biz ötən verişlərimizdə də həm gələn qonaqlarımızdan məlumat almışıq və mən də qısaca məlumat verib, daha sonra podagradan əziyyət çəkənlər hansı qidaları ümumiyyətlə rasionlarından çıxartmalıdırlar. Bu haqda danışacağım sizə və daha sonra podagranın müalicəsində faydalı bitkilərdən danışacağım və sizə çox məndən smuzi reseptləri çox istəyirsiniz və podagradan əziyyət çəkənlər üçün də maraqlı bir smuzim olacaq. Amma mən istəyirəm ilk öncə sizə bizim sponsorumuz haqqında məlumat verim. Belə ki, bizim proqramımızın sponsoru Bübkün məhsullarıdır. Hörmətli xanımlar və cənablar. Yox, xanımlar və analar. Hörmətli xanımlar və analar. Cənablar da olsun, olur. Cənabların da dərisi gözəl olsun, yumşaq olsun, uşaq dərisi kimi olsun. Hörmətli xanımlar və analar. Əsl Alman keyfiyyəti olan Bübkün məhsulları müxtəlif dəri və bədən üçün tərkibində çoban yastığı, kalendula və karita yağı olan kremlər, göz yaşartmayan şampunlar, duş jelləri, nəm salfetləri körpənizin və sizin istifadə edə biləcəyiniz gigiyena vasitələridir. Bilirsiniz ki, körpə dərisi çox həssas olur. Buna görə də dünyada pediatrlar və dermatologlar məhz Bübkün vasitələrinə etibar edirlər. Təbii bitki yağları ilə zəngin olan Bübkün vasitələrinin tərkibində boya və konservant yoxdur. Dünyada bütün anaların etibar etdiyi vasitə məhz Bübkün məhsullarıdır, Bübkün vasitələridir. Sizə də əziz analarımız bu vasitələri tövsiyə edirik və sponsorluq üçün də Bübkünə təşəkkürümüzü bildiririk. Növbəti təşəkkürümüz isə təbii ki, Medex MMC-dir. Medex tibbi və kosmetoloji avadanlıqların satışı ilə məşğul olan şirkətədir və biz proqramımızda göstərdiyi təşkilatı dəstəyə görə Medex MMC-yə təşəkkür edirik və Medex MMC sanator kurort, kosmetoloji, laborator avadanlıqlarının satışını, quraşdırılmasını və texniki servisini, o cümlədən tip sərf mənzəmələrin satışını həyata keçirən bir şirkətdir və siz ekranda gördüyünüz nömrələrə zəng edərək Medex'dan çox gözəl bir təklif əldə edə bilərsiniz və çox yüksək servislə Medex MMC sizin tibb müəssisənizi avadanlıqla təmin edəcəkdir və təbii ki, yüksək servisdə təşkil edəcəkdir. Və geyimimə görə isə Bülbül 28 ünvanında yerləşən və xanımları 50% endirimlə sevindirən Koko butikinə təşəkkürümü bildirirəm. Bizim slaytlarımız hələ alınmayıb. O zaman mən şifahi məlumat verim. Biz ümumiyyətlə podagradan danışdığımız anda ilk öncə ağla gələn nədir? Kəskin ağrılardır. Və bu ağrılar daha çox ayaqda olur. Və bu ağrıların səbəbi orqanizmdə həddindən artıq çox toplanan sidik turşusudur. Burada səbəb nədir? Səbəb ya böyrəklərdə yaranan problemə bağlı olaraq bu sidik turşusunun orqanizmdən xaric ola bilməməsi və yaxud yediyiniz qidalardan asılı olaraq orqanizmdə həddindən artıq çox sidik turşusunun toplanmasıdır ki, nəticədə də oynaqlarda yığılan bu maddələr sizin xüsusən bəylərdə rast gəlinir podagra xəstəliyinə. Və xüsusilə də gecə saat 2-4 aralarında çox kəskin ağrıdan şikayət edirlər və ümumiyyətlə podagra dedikdə son zamanlar biz bu xəstəliyə həkimlər öz aramızda yeyib-içən bəylərin xəstəliyi deyirik. Çünki uzun zamandır bu xəstəlik var və bu xəstəliyi deyəndə aristokratların xəstəliyidir deyə adlandırılırdı. Bu da səbəb nə idi? Təbii ki, aşırı qida qəbulu, proteinli yağlı qidaların qəbulu və spirtli içkinin həddindən artıq qəbulu məhz podagra xəstəliyinin yaranmasına və bu mövcud problemin kəskinləşməsinə də gətirib çıxara bilər. Və podagradan əziyyət çəkənlər qətiyyən bəzi məhsullar var ki, bu məhsulları rasionlarından çıxarmalıdırlar və yaxud o kəskin dönəmdə daha az istifadə etməlidirlər. Yəni, burada nədir? İlk öncə tam yağlı süd məhsulları və tam yağlı duzlu pendir rasiondan çıxmalıdır. Daha sonra qırmızı ət rasiondan çıxmalıdır. Daha sonraki dönəmdə, remisiya əldə etdiyimiz döndəmdə az miqdarda istifadə etmək olar həftənin müəyyən günləri. Spirtli içkilər, xüsusilə də pivə sizin rasionunuzdan çıxmalıdır əgər podagradan əziyyət çəkirsinizsə. Daha sonra dəniz məhsulları rasiondan çıxmalıdır əgər podagradan əziyyət çəkirsinizsə. Daha sonra yağda qızarmış, qovrulmuş qidalardan uzaq duracaqsınız əgər podagra kimi bir probleminiz varsa. Daha sonra fast food tipli qidalardan, sosiska, kalbasa kimi məmulatlardan, hazır qidalardan qidalar rasionunuzdan mütləq çıxarmalısınız. Daha sonra mayonezdir,
Kəpəkli və çovdar çörəyini də bir müddət rasionunuzdan çıxarın. Əgər sizdə padagra varsa və ov ətləri də rasionunuzdan çıxmalıdır. Və uzun müddətdir ki, təbii ki, padagrada mübarizədə müəyyən müalicə metodları var, müəyyən effektiv müalicələr var. Amma mən istəyirəm bugün sizə padagranın müalicəsində çox effektiv vasitə və son illərdə alimlərin apardığı elmi çalışmalar nəticəsində bu gördüyünüz kərəvizdir və kərəviz sən demə padagranın müalicəsində çox gözəl bir bitkisel çözümdür. C vitaminindən zəngin qidalardan istifadə etməyiniz tövsiyə olur. Kərəvizin həm kökünü, həm yarpaqlarını istifadə edə bilərsiniz. Mən bugün smuzi hazırlayacağam deyə bu şəkildə istifadə edəcəyik tamaşaçılarımız və bu smuzi üçün bizə həmçinin də biz C vitaminindən danışdıqsa əgər kividən də söz açmamaq olmaz. Çünki əsl bir C vitamini deposudur və padagranın müalicəsində ikisi kərəvizlə kivini bir arada bir smuzi şəkildə istifadə etsək həm bizə dadı daha xoş gələr, həm daha rahat istifadə edərik. Həmçinin də 2-3 istifadədən sonra siz artıq ağrılarınızın azaldığını özünüz müəyyən edəcəksiniz. Bunun üçün biz gəlin belə edək. Mən kərəvizləri biraz doğrayım ki, daha rahat biz onları bizim blenderimizdən keçirə bilək. Daha sonra kivini də əlavə edəcəyik və bunu necə istifadə edək deyirsinizsə, gün ərzində istifadə edə bilərsiniz. Orta hesabla 2-3 həftə istifadə edin. Amma yüksək təzyiqdən əziyyət çəkənlər biraz ehtiyatla istifadə etsinlər. Yəni, həkim nəzarəti altında kontrollu bir şəkildə kərəvizləri biz yerləşdiririk blenderimize. Daha sonra kivini də eyni şəkildə doğrayıb yerləşdirəcəyik bizim blenderimize. Bir dənə də əlavə edək ki, effektini görə bilək. Və məncə padagradan əziyyət çəkənlər bu vasitədən istifadə etdikdən sonra ümid edirəm ki, mənə təşəkkür mesajı yazacaqlar. Bu arada mesaj demişkən, siz Həkim İşi Instagram səhifəsinə SMS-lərinizi yazıb göndərə bilərsiniz və ya 012 404 31 15 nömrəsinə hələ ki zənglərinizi qəbul edirik. Zəng edin, əgər hər hansı bir sualınız varsa onları eşidin və kiviləri də əlavə etdikdən sonra birazca da su əlavə edəcəm ki, bizim smuzimiz alınsın. İnşallah paltarımız da batmaz, Aydan? Yoxsa Koko da paltar verməyəcək bizə? Ya, batsa alarıq da. Deyirlər, çox yaraşır, Fərid müəllim? Bəlkə alaq elə bu paltarı Kokodan. Və daha sonra biz demək nə edirik? Bunları qarışdırırıq. Əlavə edəcəm ki, daha rahat içilə bilsin. Bir stəkan qədər su da əlavə edə bilərsiniz. Və yenidən işə salaq bizim bir blenderimizi. Biraz dizayn da eləyək, deməsinlər ki, biz elə bunları qarışdırdı, qoydu, getdi. Demək. Biz daha sonra nə edirik? Bu hazır smuzimizi götürürük bizim bakalımıza. Ləzzətli görünür, yoxsa? Həm cana faydalı, həm ləzzətli. Həmçinin də padagra ilə mübarizədə. Buradan da baxın. Yaxşıdır, içmək olar. Və belə gözəl, bunu qəşəng belə servisdə edək. Ki, həm ləzzətli olsun, həm gözəl olsun. İslam, necədir? Bəyəndin? Deyir, bəyəndim, amma içə bilmərəm. Və padagradan Şövqü deyir, istəyir, prosta utanır.
Və biz podagrada mübarizədə bu smuzidən istifadə edə bilərik. Yəni bunun üçün bizə kivi, kərəviz və su lazımdır tamaşaçılar. Mən istəyirəm sizin SMS-lərinizə də keçid alım, amma ilk öncə istəyirəm sizə Midland Hospitalın arıqlama və sağlam qidalama mərkəzi haqqında məlumat verim. Belə ki, siz Midland Hospitalın arıqlama və sağlam qidalama mərkəzinə müraciət edərək öz vücudunuzu daha yaxından tanıya bilərsiniz. Bunun üçün də sizə mənim köməkçi vasitəm olan InBody vücud analiz cihazı kömək edəcəkdir. Belə ki, siz bu cihazla müayinə zamanı öz çəkinizin əzələ, yağ və su nisbəti haqqında məlumat əldə edə bilərsiniz. Və bu body analizatorla müayinədən keçdikdən sonra müayinədən keçdikdən sonra siz bizim diyetoloji paketlərdən yararlanaraq mövcud çəkinizin səbəbini öyrənə bilərsiniz. Yəni, artıq çəkinizin hansı səbəbdən yarandığını öyrənə bilərsiniz və nəticədə də sizə hazırlanan bir arıqlama proqramı vasitəsilə ac qalmadan və itirdiyiniz çəkinin yağdan getməsi şərti ilə artıq çəkilərinizdən azad ola bilərsiniz. Yazıblar bizə, Tutu xanım, mən qəbz olduğum üçün gündə 2-3 dənə xurma yeyirəm, amma çox böyük yox. Mənə kömək edir. Normada nə qədər yemək olar və başqa hansı meyvə qəbzliyə kömək edir? Təşəkkür edirəm. Siz sağ olun. Demək, meyvələrdən istifadə edə bilərsiniz. Xurma da həmçinin ola bilər. 3-4 ədəd gün ərzində istifadə edə bilərsiniz. Axşamdan qara gavalını isti suda isladıb, səhər ac qarnına onun suyunu içib, o gavalları da ikinci bir stəkan ilıq suyla istifadə etdiyiniz zamanda gözəl nəticə əldə edə bilərsiniz. Əgər qəbzlikdən əziyyət çəkirsinizsə, mütləq su içməyiniz önəmlidir, vacibdir. Günə 8-10 stəkan su içməyi unutmayın, fiziki aktivinizi artırın. Bu da çox önəmlidir. Əgər qəbzlik probleminiz varsa və liflərdən zəngin biz qida rasionunuz olmalıdır. Aygün xanım. Alo, salam xanım. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, hər kəsi salamlayıram. Təşəkkür ederim. Xanım, mən sizə sualım armud tipli piyələnmə haqqındadır. İstəyirəm o sualımı cavablandırasınız. O haqda qidalar istəyərdim, söyləyəsiniz. Aydındır, təşəkkür edirəm. Bu armudlar mənim axırıma çıxacaq. Təşəkkür edirəm Aygün xanım zənginiz üçün. Biz inşallah həftənin 4-cü günü mən bura dəvət edəcəm yenidən İdman müəllimini ki, sizə armud tipli piyələmədən əziyyət çəkənlər üçün, artıq planlaşdırmışam 4-cü günü, armud tipli piyələmədən əziyyət çəkənlər üçün idman hərəkətləri göstərilsin və mən də onun qarşılığında həmçinin də sizə qidalama mövzusunda da faydalı ola bilim. Ramilə yazıb, Tuğ xanım, mənim boyum 1.55, çəkim 75-77, yaşım 32-dir. İdeal çəkim necə olmalıdır? Mənə kömək edin, arıqlamaq istəyirəm. 4 uşaq anasıyam. Verişinizə uğurlar. Təşəkkür edirəm. Ramilə xanım, Allah saxlasın balalarınızı. 4 uşağınız olduğunu nəzərə alsaq, o zaman yaxşı olar ki, sizin çəkiniz 60 kiloqramın üstündə olmasın. Yəni, bugün 77 olduğunuzu nəzərə alsaq, 60 kiloqrama sizə ideal olduğunu hesab etmək olar. Daha sonra yazıblar bizə, mən çox gec arıqlayıram, amma tez də kökəlirəm. Bu xəstəlikdirmi? Bilirsiniz necədir? Siz bu arıqlama prosesini bir müddətlik düşündüyünüz zaman təbii ki, bir müddətdən sonra yeni köhnə qidaralama rasionunuza qayıdırsınız, köhnə həyat tərzinizə qayıdırsınız və buna görə də verdiyiniz çəkiləri tez bir zamanda geri alırsınız. Buna görə də qalıcı dəyişikliklər edin və sağlam qidalanmanı öz həyat tərzinizə çevirin. O zaman verdiyiniz çəkilər qalıcı olacaq və geri gəlməyəcək. Alo. Dilbər xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, nəhayət sizə düşə bildim. Sizdən bir məsləhət almaq istəyirəm, vaxtınızı çox istəmirəm almaq. Buyurun, buyurun. Mənə bir diyet istəyərdim, gün ərzində mən nə yeyim ki, heç olmasa bir 5 kilo, 4 kilo istəyirəm ki, aslında. Neçə kiloqramsınız hal-hazırda? Bəli. Neçə kiloqramsınız? 80 kiloqram. 80 kiloqram. Yaşınız neçədir? Yaşım 46. 46. Boyunuz? Boyum da 1.50. 1.50. Təşəkkür edirəm zənginiz üçün və sualınızı cavablandırım. Təbii ki, bir diyeti hər kəsə eyni şəkildə tətbiq etmək və bunun doğru olduğunu düşünmək birinci yanlışdır. Çünki sizin bu 80 kiloqramın hardan qaynaqlandığını biz ilk öncə öyrənməliyik ki, ona uyğun sizə bir diyet planı tətbiq edək. Və yanaşı xəstəliklərinizi bilmədiyim üçün istəmədən sizə zərər vermiş ola bilərəm. Yəni, mən sizə deyərəm, həftədə 3 dəfə falan qidanı istifadə edin və yaxud hər gün falan yeməyi yiyin. Amma sizin orqanizminizdə elə bir problem ola bilər ki, bu problemi əks göstəriş olar. Buna görə də bu diyet proqramı mütləq, belə deyək, özəl hazırlanmalıdır. Amma ümumi məsləhətlər mütləq soruşmadım əslində, su içirsinizmi, içmirsinizmi? Su için, mütləq su istifadə edin. Şirniyyatı həyatınızdan tamamilə çıxarın. Çörək olaraq yaxşı ola bilər ki, tam buğda unundan və ya kəpəkli undan hazırlanmış çörəklərdən istifadə edəsiniz. Həftədə 3 dəfə ən azından yumurtadan istifadə edin.
səhər ac qarnına və axşam gec saatlarda meyvə istifadə etməyin və istifadə etdiyiniz yağda zeytun yağı olsa daha yaxşı olar. Və bütün bunları etsəz, məncə o 5 kilodan və hər gün 45 dəqiqə ən azından templi, yəni demirəm yüksək templi, amma orta templi yürüyüşləriniz də olsa, məncə siz o 5 kilonu rahatlıqla verə biləcəksiniz. Amma tələsməyin, çalışın ki, bu 5 kilo ay yarım 2 aya getsin, amma yağdan getsin. Və tez-tez az-az yeməyə çalışın ki, həm maddələr mübadiləniz sürətlənsin, həm də siz özünüzü ac hiss etməyəsiniz. Daha sonra Tutu xanım boyun 1.60, çəkim isə 51 kiloqramdır. Əslində çəkim necə olmalıdır? Məncə normalsınız. Yaşınızı yazmamısınız təəssüf ki, ona görə tam dəqiq məlumat verə bilməyəcəm sizə. Daha sonra yazıblar bizə. Arıqlamaq istəyirəm, mənə kömək edin. Boyun 1.70, çəkim 75. Mən necə edim? Az öncə xanıma dediyimiz məsləhətlər sizə də aiddir. Və siz yeri gəlmişkən tutudiyet.com saytına da daxil olaraq orada da ətraflı məlumat əldə edə bilərsiniz. Mənim YouTube kanalımda sizin üçün müəyyən videolar yerləşdirmişəm ki, bazarlığa hardan başlayaq, səhər yeməyimiz necə olsun, yəni ipucuları əslində vermişəm. Siz oradan da faydalana bilərsiniz əziz tamaşaçılarımız. Və mənim bir təşəkkürüm deməyim, salamım olacaq. Çünki bilirəm ki, zəng edib düşə bilməyənlər çoxdur efirə. Daha sonra efirdən sonra mənə zəng edirsiniz. Şirvandan bizi Fərzad xanım izləyir, həkimdir. Və təşəkkür edirəm sizə də bizi izlədiyiniz üçün. Düşə bilməsəniz də bilirəm ki, ürəyiniz mənimlədir. Daha sonra yazıblar ki, Tutu xanım necəsiniz? Anam şəkər xəstəsidir. Şəkərli diabetdən əziyyət çəkənlər qidalanması nəyə fikir verməlidir? Bu əslində çox böyük bir mövzudur və bizim planımızda var. Növbəti ayda bu mövzuya da toxunacağıq. Çünki dietologiya dediyimiz zaman bu bir tək arıqlamaqdan ibarət olan, arıqlamağa kömək edən bir elm deyil. Təbii ki, müəyyən xəstəliklər zamanı qidalanma rasionunun düzgün tərtib olunması çox önəmlidir. Və buna görə də istər şəkərli diabetdən əziyyət çəkənlər olsun, istər ürək-damar xəstəliklərindən əziyyət çəkən olsun, hipertoniyadan əziyyət çəkən olsun. Bugün məsələn podagradan danışdıq. Bunun üçün də özəl diyet planı tətbiq olunmalıdır. Yəni bütün xəstəliklərə uyğun olaraq öz sağlam qidalanma planı vardır ki, bütün bu planlardan siz sağlamlığınıza faydalı qidalardan istifadə edərək belə deyək əsas müalicəyə kömək etmiş olursunuz ki, bütün bunlar Midland Hospitalın sağlam qidalama və arıqlama mərkəzində mövcuddur. Biz keçid alırıq reklamlara, daha sonra isə qonağımızla hepatitlərdən danışacağıq, səhv etmirəmsə.